Bərdar rayon polis şöbəsinin təşkilatçılığı ilə ümumi çəkisi 1 ton olmaqla qurbanlıq iri buynuzlu heyvanlar kəsilib. Allah qəbul etsin, İsmail qurbanımızı, ölkəmizi əmin-amanlı eləsin, güclü eləsin, sülhün yeryüzündə bərqa eləsin. Allah xalqımızı, millətimizi bir-birinə rauf-u mehriban eləsin. Bismillah, Allahu Ekber, Allah qəbul etsin. Bismillahirrahmanirrahim. Bugün en güzel günlerden biridir. İsmail Qurbanıdır, Qurban Bayramıdır. Bu münasibətlə bütün Müslümanları təbrik edirəm. Allah'tan qurban kəsənlərimizi, Allah Teala qurbanlarını qəbul etsin. Etdiyimiz bugünkü dualarımızı Allah Teala qəbul etsin. Bugün Respublikamızın her yerinde Qurban Bayramı qeyd olunur. Qurban Bayramı münasibətilə Ali Başkomandanımızı, Daxili İşlər Naziri Vilayət Eyvazovu təbrik edirəm. Allah'tan onlara uzun ömür, can sağlığı arzulayıram. Həmişə şəhid ailələri, qazilər, veteranlar xüsusi diqqətdə olubdur. Bu günlər Bərdə şöbəsində qurban əti kəsilərək şəhid ailələrinə, qazilərə vetirək imkansız ailələrin hamısına bayram sovqatı təşkil olunmuşdur. Bu münasibətlə Ali Başkomandanımız cənab İlham Əliyev cənablarına, Daxili İşlər Nazirimiz General Polkovnik Vilayət Eyvazov cənablarına öz minnətdarlığımı bildirirəm. Bu günlərim hər zaman olduğu kimi Bərdar rayon polis şöbəsində Qurban Bayramı münasibətilə tədbir təşkil olmuşdur və bu tədbirə şəhid ailələri, qazilər dəvət olunmuşdur. Bundan ötürü Cənab Ali Başkomandan İlham Əliyevə və Cənab Daxili İşlər Naziri Vilayət Eyvazova özləri təşəkkürümüzü bildiririk. Daim bizi diqqətində saxlayın. Biz Bərdar rayon polis şöbəsindəyik, həyətində. Bugün qurban kəsilib, qurbanlar paylanılır. Şəhid və qazi ailələri üçün Allah bizi canını sağ eləsin. Cənab Nazir Vilayət Eyvazovun canını sağ eləsin. Bugünkü gün o adətənliyə çevrilib artıq. Bərdar rayonunda dəfələrləndir ki, bu illərlə bu qurbanlar paylanılır qazi və şəhid ailələri üçün. Allah bunlara dəyməsin, canlarını sağ eləsin. Bizi yad elədikləri üçün, bizi yaddan çıxartmadıqları üçün. Çox sağ olsunlar ki, qazi şəhid ailələri belə diqqət və qayğı göstərirlər. Bərdar rayon prokurorluğu və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının iştirakı ilə rayonda yaşayan vətən müharibəsi şəhidlərinin, qazilərin və az təminatlı ailələrin ünvanlarına qurban əti çatdırılıb. Polis əməkdaşları ümumilikdə 250-dən artıq ailəyə qurban əti paylayıb. Onları təbrik edib, problemləri ilə maraqlanıblar. Görüşlər zamanı silahlı qüvvələrimizin vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, qələbə əzmi barədə danışılıb. Şəhidlərimizin əziz xatirəsi yad edilib. Şəhidlərimizin ailə üzvləri də göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və cənab Nazir Vilayət Eyvazova öz minnətdarlıqlarını bildiriblər. Təşəkkürlər. Sağ olun. Mən də cənab Nazirimiz Vilayət Eyvazov başda olmaqla, rəisimiz Ənvər Həsənov başda olmaqla cəmi polis kollektivinin Qurban Bayramını təbrik edirəm. Allah kəsilən qurbanlarınızı ali dərəcədə qəbul eləsin. Hoş gəlmisiniz. Hoş gəlmisiniz. Çox sağ olun. Minnətdaram. Sağ olun. Çox sağ olun. Hər birinizin bayramınızı təbrik edirəm. Başda cənab nazirimiz olmaqla, Ənvər müəllimimiz olmaqla
Bərdə rayon polis şöbəsinin rəisi heç vaxt zamanı bizi yadından çıxartmadığı üçün hər birinin bayramını təbrik edirəm. Onlara uzun ömür, can sağlığı arzulayıram, ruzi bərəkət arzulayıram. Həmçinin sizə də. Bütün Azərbaycan xalqının Qurban Bayramını təbrik edirəm. Allah Ali Baş komandanımız İlham Əliyevə can sağlığı versin. Onun bir sözü var. Hər zaman deyir ki, bizim hər birimiz şəhid ailələrinə borcluyuq, qazilərimizə borcluyuq. Onu da bizim cənab nazirimiz Vilayət Eyvazov başda olmaqla bizim Bərdə rayon polis şöbəsinin rəisi Ənvər Həsənov cənablarına və onun bütün işçi heyətinə təşəkkürümüzü bildiririk ki, hər il olduğu kimi Qurban Bayramında biz şəhid ailələrin, qaziləri və imkansız ailələri heç vaxt yaddan çıxartmır. Allah kəsdiyi qurbanları qəbul eləsin. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.